Qarabağ torpaqları işğaldan azad olacaq. Deyilən bizim nazir bir dəfə fikirləşirmiş ki, neçə min hektar orada torpaqlarımız var. Bir dəfə fikirləşirmiş ki, məsələn Şamaxıda neçə min hektar əkilib, neçə min hektar əkilməyibdir. Özləri sahibkarları nüfuzdan salırlar. Deyir, su yoxdur. Arkadaş, sən nə bilirsən, Allah'a qurban, bəlkə yağış çox olacaqdır. Yəni Naxçıvanı boşaltdılar, elə Hafiz bəy. Çıxdılar elə ki, Naxçıvanda su yoxdur, biz bilirik, su yoxdur. Naxçıvanın dağı daşı doldu bulaqla. Böyük orada barajlar yarar, Heydər Əliyevin adını daşıyan orada böyük barajlar daşır. Biz getdik, baxdıq Şahbuzdan Naxçıvana enən tərəfdə aşağıda. Yəni barajlar hamısı doldu, daşdı. Bugün o qədər su ehtiyaç yoxdur, müasir damlama suları var, müasir damlama suları var. Ondan tətbiq elə, sənə bu qədər pul ayrılır, sən ayrılan o pulları... Zaman səhrada Gülüstan yaradır. Səhrada Gülüstan yaradır, sən get gör, müəyyən sahibkarlar var indi, belə də suni damlama ilə, məsələn, bəyəkləri 10 ton su gedir, səndə 1 ton su gedir, sənin bu sayədən başın çıxmır axı. Başı çıxanları da qoymurlar da, bu da xəyanətin bir növüdür. Qış deyirsən ki, bu samolyotu mən sürməyi bacarıram da, ver sürüm. Sürməyi bacarana vermirlər, aparıb bunu heç bir şey, kimisə dostluğu otorda aparıb cəmaata tutar getir. Bizdə vəziyyət belədir. Bir gün gətirib atın qabağına ət qoyurlar, aslanın qabağında da aparıb ot qoyurlar. Biz belə bir vəziyyətdir. Bunu da deyəndə onlar sadəcə pis adam. Və bu cür bir abırsılıq, yaxşı, hər şeyin yeri var da. Gəlin bu millətə, bu dövlətə xidmət edək. Xidmətin nədir və biz partiya sədrə nədən ötərik? Məsələn, bizim bu seçkilərdə 7 dənə bələdiyyə üzvümüz, partiyanın üzvləri bələdiyyə seçildi. Biz onlara tapşırıq vermişik, cəmaatın içində olun. Görün, nətərdə vəziyyət, köməkli eləyin. Qoyun, xalq sizdən razı qalsın. Yuxarın imkan vermirlər. Verməyəndə nə olur? Gəlir, xaos olur. Verməyəndə nə olur? Dövlətdən narazılıq başlanıb gedir. Belə bir şey var da, kim nə desən elə deyir, elə bilərlə hər şey birinci şəxs eləməlidir. Arkadaş, birinci şəxsin 100 dənə dərd azarı var. Görürsən, dünya qarışıb bir-birinə. Bir dənə şey gəldi, başı xarab gəlibdi, başı kraskalı gəlibdi, fır-fır-fırıyır. Milləti, dünyanı. Yəni biz bunu cənab prezident hələ bu gün bu stabilliyi qoruyub saxlaya bilsə böyükdür. Amma bir gün bu stabilliyin pozulmasından ötəri çox ciddi şəkildə hərəkət əl altdan iş görənlər var. Mən bunları deyirəm, müəyyən yerlərə çatdırıram ki, ayıq olun. Bəzilərinə elə gəlir ki, elə hakimiyyəti zədələmək yalnız silahlı yolla olar, yalnız mitinglərlə çevriliş eləmək olar, ya nə eləmək olar? Xeyr. Düzgün yerində olmayan insanların xalqın içərisində yaratdığı narazılıqdan qorxulu heç nə yoxdur. Çünki o narazılıq ifadə bir gün spontan çıxa bilər. Bizim narahatlığımızın əsası odur ki, bu qədər narazı kütləni niyə yaradırlar axı? Bu qədər insanların narazılığı varsa, sabah hansısa bir xarici qüvvə gəlib sizmiş burada bir fitil yandıranda sonra Azərbaycan dövləti əziyyət çəkər. Bizim hörmətli kimisə əlində aləti çevrilməlidir. Hörmətli sahibkarımız meçidləri ki, o mollalar gedib başqasına işləyəcəkdir. Və yaxud da ki, siz təsəvvür edin, bir neçə gün bundan öncə, özünüz gördünüz, Mədəniyyət Nazirinin qabağında müəllimələr böyük bir pişət elədi. Orada birinin üzündən getdi. 40 ildir bu müəllimədir. 40 ildir bu bilirdi, 20 dəqiqəyə bu hər şey yaddan çıxartdı. Ədalətsizlikdir. Düzgün deyil. Təhsil batıb gedirdi, yoxdur. Təhsil deyilən şey yoxdur. Ayıq xanım, bir nəfər bizə müraciət edib ki, Azərbaycanda bir dənə yaradaq da, məktəb yaradaq. Hansı ki, özəl məktəblər var. Sizi inandırım, Təhsil Nazirliyinə sənədləri göndərdik, qaytardı ki, düzəliş edeyik. Hafiz bəy, Türkiyə dövləti ilə Azərbaycan dövləti ortaq institut yaratmaq haqqında qərar veriblər. Onu belə dəbbəli eləyir. Yaxşı, kim eləyir bunları? Bunu kim eləyir? Götdüm aparatın rəhbərinə Mətin müəllimə. Yazmışam, bax, bu da buradadır, cavab vermir. Götdüm, hörmətli bizim Milli Məclisdə bir dənə bu komitə sədri var. Ona dedim, o götdü, onunla danışdı, nazirlə. Ayın xanım, nə desələr yaxşıdır? Cənab Prezident tapşırıq verib ki, heç kimə bu işləri, Cənab Prezidentin adından. Bir də ki, biz bunun pulu bu qədərdir, bu qədər verməlisiniz. Güya ki, Qarabağa bu kişilər kömək edir. Təhsil batıb gedib, yoxdur. 13 yaşlı qızın uşağı olur. Bəli. Yəni bu Şəruri İsfəndiyar deyir ki, mənim təhsilim zadım yoxdur, savadım yoxdur, öz-özünə deyir. Bu adam deyir, mən Amerikada oxumuşam. Özü də təhsil naziridir. Jurnalist buna sual verir ki, məktəbin xəbəri vardır, bu qız 9 ayda da. Deyir ki, o 9 ayın ona nə dəxli var? Buyur. Düşünün. Buyur. Və budur. Yəni bu məntiqin yiyəsi bizdə təhsil naziridir. O müəllimlər bizdən razı olarmı? Gör, neçə min hərəsinin ətrafında bunun tələbəsi var, o var, bu var. Bütün bilən adamı yaxına buraxmırlar. Elə savadsız ol. Üzr istəyirəm, bir dənə qohumun olsun, ya anan erməni olsun, ya rus olsun, ya ged rus al, erməni al, gəl oldu vəzifət. Arkadaş, bu cür biabırsılıq olmaz axı, yaxşı.
İndi biz bunların hamısını deyəndə niyə biz pis oluruq axı? Yəni biz də deyirik ki, bu insanları narazı salıb küçələrə çıxartmayın. Bundan da əlləri, vəliləri, pirvəlləri istifadə edirlər. Və burada yaxşı, əgər prezident ad günü keçirdiyi adamın sən atasını çıxarsansa, sən heç utanmırsan sən. Sən utanıb ölmürsən. Sən bir fikirləşsən ki, hara daş atırsan, kimin bostanına daş atırsan. Cənab prezident qazilərdən ötəri nə qədər əziyyət çəkir, onların yaşayışı üçün, onların obisi üçün, bu bisi üçün, onlar eləmirlər. Yəni bu stolda, bax bu masada yadınıza gəlir, mən dedim ki, qaziləri hər rayon arınmalıdır, qeydiyyat neçə qazi var. Hər rayon icra hakimiyyətinin başçısı öz ərazisində olan qazilərə hörmət eləsə, onlara ev tiksə, uzaqbaş hərəsində 10 nəfər, 15 nəfər olacaq. Hərəsində bir ortabab iş versə. İş versə, nətər olur ki, özlərinin evlatlarının kolleksiyası, maşın kolleksiyası qarajları da tutmur. O nətər olur? Niyə? Sual ortaya çıxır. Niyə olur ki, Gəncənin icra hakimiyyətinin başçısının qarajında 50 dənə oğlunun maşını var? Hardan alıbdır? 5 dənə qaziyə kömək eləmir. Gəncədə də İran at oynadı. Bəli, Gəncədə də İran at oynadır. Rusiya at oynadı. Bilmirik, narkotik hardan gəlir? Hardan gəlir? O gələn pullar hara xərclənir? Nələr yetişdirilir orada? Deyil, o pis adam. Niyə? Hardan cənab prezident? Gəncə zibilin içində batır. Zibil indi Bakı abadlığı göndərdilər oraya ki, getsinlər oranı abra salsınlar. Niyə? Çünki orada MDB oyunları keçirir. Yaxşı, bu vaxta kimi ayrılan vəsaitlər hanı? Cibində orada. O gedin bir onun Lamborghini-lər nədən alır? Gedin o bizə maşın kolleksiya 25-50 dənə maşın var. O nə ilə alıbdı? Bunu oğlu xaricdə nə ilə oxuyur? Nə ilə o xaricdə villalar alıblar? Bu sən biabırçılıq deyil bunlar. Bunları deyən yox. Bizim siyasətçilər çıxır. Ha, İran belə getdi. Mən də bilirəm İranla Amerika Birləşmiş Ştatları İrana müharibə elan etdi. Bunu mən də bilirəm. Hamı bilir, dünya bilir. Sabah nə olacaq? Onu zaman göstərəcək. Hə, bildik məktub göndərib, sonra oranın dini rəhbəri onunla danışmaqdan ötəri, ikinci əllə danışmaqdan nümayəndə göndəribdir. Orada da müharibə olası deyil. Ona qorxuzur, ona hədə gəlib, buna gəlib. Amma Məmməd uşağını məktəbə göndərə bilmir. Bəli. Çünki uşağın ayaqqabısı yoxdur. Bəli, söhbət sən yoxdur. Sən bundan danış. Sən niyə ki, İranda ondan olacaq? Əlbəttə ki, bu da bizim işimizdir. Amma bizcəyicinin cəsarəti çatıb daxildəki proseslərdən söhbət açmır. Yəni biz kömək edək. Yəni düzdür, bizim üçün ziyandır. Mənə də bəzən deyirlər, bizim partiya üzvləri deyir ki, Asman, sən elə özünə söydürürsən. Qardaş, söydürmə, bu sözü kimsə deməlidir də. Deməlidir ki, qardaşım, bu vəziyyət budur. İnsanların yaşayışı, müəllimələrin yaşayışı, təhsil batıb gedibdir, səhiyyə batıb gedibdir. Bunu deyən adamlar, yaxşı, filan kəsin dostluq filan kəs qoyubdur. Yaxşı elifdə qoyubdur. Lap yaxşı. Hörmət eləsən də belə də daha yaxşı işlə. Bütün gün nə iclaslardır? Niyə telefonlara cavab vermirsiniz? Telefonlar, o iclaslarda hansı qanunlar qəbul edirsiniz ki, o qərarlarınızın bizə yerinə getirir? Yox.